günlərim Region Liqanın 5-ci turunda Beyləqanın Mil Beyləqan komandası ilə oynadıq. Oyun 2-2 hesabı ilə qutardı. Bizim mali dəstəyə ehtiyacımız var. Ağcabədidə imkanlı şəxslərdən bu komandaya dəstək lazımdır. Kanal 21 xəbər verir ki, dünən Region Liqasının 5-ci turunda Ağcabədi futbol komandası Beyləqanın Mil Beyləqan təmsilçisi ilə qarşılaşıb. Gərgin və dinamik keçən oyun 2-2 hesabı ilə yekunlaşıb. Oyundan sonra Ağcabədi komandasının nümayəndələri kanalımız vasitəsilə bildiriblər ki, hazırda komandanın mali dəstəyinə ciddi ehtiyacı var. Onların sözlərinə görə lazımi dəstək göstərilərsə, komanda daha güclü formalaşacaq və növbəti oyunlara daha yüksək hazırlıqla çıxacaq. Ağcabədi təmsilçiləri yerli iş adamlarını, futbol sevərləri və idmana dəstək verən hər kəsi komandaya yardım etməyə çağırıblar. Ətraflı onların öz bilindən dinləyək. Mən Əliyev Orxan, Ağcabədi komandasının kapitanı. Bu günlərim Region Liqanın 5-ci turunda Beyləqanın Mil Beyləqan komandası ilə oynadıq. Oyun 2-2 hesabı ilə qutardı. Bizim mali dəstəyə ehtiyacımız var. Ağcabədidə imkanlı şəxslərdən bu komandaya dəstək lazımdır. Yəni bu komandaya dəstək olsa, bu komanda bundan da yaxşı yerlərdə olar. Bu komanda yaxşı nəticələr verər. Bir il bundan qabaq biz bu komanda ilə Azərbaycanda Həvəsiyar Liqanın həm çempionu olduq, həm kubokunu götürdük. İnşallah ki, mən elə başa düşürəm ki, bizə dəstək olsa, bu komanda daha yaxşı nəticələr əldə eləyər. Bizə yəni dəstək yoxdur. Bizə bir-iki qardaşımız var, onlar dəstək olur. Kompleksin müdürü dəstək olur bizə, Əli müəllim dəstək olur, Anar qardaşımız var, dəstək olur, Vüsal müəllim. Yəni bizə dəstək lazımdır. Ağcabədi Falaza rayonu deyil, böyük bir rayondur. Yəni mən elə başa düşürəm ki, bu imkanlı qardaşlarımız bizə yəni bu komandaya dəstək olar ki, bu komanda daha yaxşı nəticələr versin. Mən elə başa düşürəm ki, bu səsimizi eşidib, bizim səsimizə bu qardaşlarımız səs verəcək ki, bu komanda Ağcabədinin adını daimi ucalarda gəzdirək, ucalarda olsun daimi. Ağcabədinin yəni əhalisi böyükdür, Ağcabədinin yaxşı uşaqlar var futbol oynayan. Yaxşı imkanlı qardaşlar bir balaca dəstək olsa, bu komanda inanıram ki, bundan da yaxşı yerlərdə olacaq. Sizdə nəticə verər. Mən Ağcabədi komandasının həm baş məşqçisi, həm də direktoruyam. Yəni mən deməyim odur ki, biz yenə Ağcabədi əhalisindən kömək gözləyirik, imkanlı şəxslərdən kömək gözləyirik. Yəni bir-iki nəfərdən bu alınmır. Sağ olsun, icra hakimimiz də bizə dəstək olur. Amma yəni bundan da artıq lazımdır bizə. Bir o qədər, nə bilim, çox olsa yaxşı olar. Yəni komandanın yaxşı nəticə vermək üçün bizə kömək lazımdır. Yəni bu açıq gözlə görüləcək bir şeydir. Yəni mali dəstəyimiz olsa, mən inanıram ki, bu komanda Region Liqada yaxşı nəticə verər, gələcəkdə 2-ci liqaya çıxar. Yəni sadəcə olaraq bütün komandalar yəni mali dəstək olmadan yəni bu irəliləmək qeyri-mümkün. Mümkün deyil. Ona görə də biz də istəyirik ki, kömək olsunlar bizə. Biz yenə deyim, bütün Ağcabədinin o imkanlı şəxslərindən özümüzə dəstək gözləyirik inşallah. Yəqin ki, sözümüzü eşidərlər, bizə dəstək olarlar. İnşallah olarlar. İnşallah da qardaş, görək nə olur. Onlar da olsalar, bizim də nəticələrimiz bol olardı. Allah sizin də canınız sağ eləsin, gəlirsiniz, belə işıqlandırırsınız. Yəqin ki, Rəhman qardaş, bu çəkilişdən sonra inşallah ki, bizim səsimizə səs verər yaxşı qardaşlarımız. İmkanlı qardaşlarımız bizim səsimizə səs verər. Biz də Kanal 21 olaraq imkanlı şəxslərdən və futbol sevərlərdən Ağcabədi futbol komandasına dəstək olmağa çağırırıq. Komandanın inkişafı və uğur qazanması üçün göstəriləcək hər bir dəstək böyük əhəmiyyət daşıyır.